Bir gün Hindli qoca rahibin şagirdi ondan yadda qalan bir dərs verməsini xahiş etdi. Rahib şagirddən duz kisəsini yanına gətirməsini istədi. Sonra bir ovuc duzu yarısı dolu stəkana tökdü və ondan bütün suyu içməsini istədi. Şagird stəkandakı sudan ancaq kiçik bir qurtum içə bildi, o da çətinliklə. Ustad soruşdu, dadı necə idi? Şagird cavab verdi, çox duzlu və acı idi, içmək olmur. Hindli qoca şagirdindən bir ovuc duz götürməsini və onu müşayiət etməsini istədi. Getdilər və gölün kənarına çatdılar. Ustad ondan duzu gölə tökməsini istədi. Sonra göldən bir stəkan su götürüb şagirdinə verdi və ondan içməsini istədi. Şagird rahatlıqla stəkandakı suyu içdi. Ustad bu dəfə də suyun dadını soruşdu. Şagird cavab verdi, tamamilə adi idi. Hindli qoca dedi, İnsanın həyatı boyu qarşılaşdığı əzab-əziyyətlər bir ovuc duz kimidir. Ancaq insanın ruhu və qəbul etmə qabiliyyəti nə qədər böyük və geniş olarsa, o qədər ağrı acını asanlıqla daşıya bilər. Buna görə də bir stəkan su yox, bir göl olmağa çalış.